Fevral ayının 22'si və Azərbaycan futbolu üçün həqiqətən də tarixi gün. Qarabağ Portuqaliyada Braqanı 4-2 hesabı ilə məğlub etdikdən sonra Avropa Liqasının 8-1 final mərhələsində vəsiqə qazanan ilk Azərbaycan klubu ola bilər. Nəriman, məhz həmin o Nəriman ki, Braqada 5-ci qolu vura bilməmişdi. Amma ən vacib məqamda məhz gənc futbolçumuz bu tarixi qolu vurur. Son saniyələrdə biz 8-də 1-deyik. Açasına zərbe alınmalı Mateus!